Salam əziz dostlar, xoş gördük. Umarım ki, halınız yaxşıdır və yaxşı olasınız. Dostlar, çox təşəkkür edirəm. Huzurunuz vardı. Bildiyiniz kimi, mən bu zamanlar gündə Savaş Sənəti adlı kitabı oxumağa çalışıram və bilirəm ki, kitab oxumaq çox çətindir bizlərə və bizlər çox sevirik demağı, gülmağı. Əlbəttə, bu tək bizim ruhiyyəmiz deyil. Mütəəssifانه dünyanın hər yerində bu ruhiyyə hakimdir. İnsanlar çoxu, nə bilim, sertipert farsça deyirlər də, onları danışmaqları çox sevirlər. Amma bir fikri iş çox ağırdır insanlara. Hər halda bu Hünər-i Cəng ya Savaş Sənəti adlı kitabı ki, 2000 il bundan qabaq, ta 3000 il bundan qabaq deyirlər, Çində yazılıb. O kitabı oxuruq. O kitab bizim üçün, milli hərəkət üçün, Azərbaycan üçün çox önəmlidir. Bizim gələcəyimiz bu cür məlumatlara bağlıdır. Bu kitabın 83-cü səhifəsinə gəldik və 83-cü səhifədən də yarısını oxumuşduq ki, vaxt qutardı. İndi yenə onu başlayırıq və oxumağa. Shang Yo adlı bir mütəxəssis, savaş mütəxəssisi, general deyibdir ki, düşmən قادر به کشف این مطلب نخواهد بود که عرابه ها واقعا کجا سر برمی آورند. Deyir ki, düşmən gərək bilməyə. Siz gərək elə hiylə qurasınız ki, düşmən bilməyə sizin imkanlarınız, savaş imkanlarınız hardadır və hardan birdən ortaya çıxacaq. Bu çox mühüm bir sözdür. Elə səvari nizam da bu cürdür, piyadə nizam da bu cürdür. Səvari nizam, dostlar, qədim atla gedənlərə deyirlər, piyadə nizam o adamlar ki, piyada gedirdilər. İndi onların yerinə mekanizə və piyadə var. Səvari, bir də zərehi deyirlər adına da, yəni yenə də bir maşınların içində gedirlər, 12 nəfər, 15 nəfər bir maşına minir, gedir, onlara deyirlər. Əlbəttə, bunun yanında helibord vardı, yəni onlar ki, helikopter ya təyyarə vasitəsilə gedirlər, bəzən çətribaz deyirlər onlara farsça. Bunlar da var, ya dəryayı var. Bir də hava gücləri. Və səvari nizam. Mən dərçə məkani qəd ələm mikonənd. Deyir, gərək bilməsinlər ki, mənim güclərim hər orada fərq eləməz. Hardan çıxacaq? İndi şəhərdə də bu cürdür. Yəni, Təbrizdə, Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda, Tehranda, hər yerdə, hangi şəhər, kiçik ya böyük şəhərlərimiz fərq eləməz, hər yerdə. Türklər hardan çıxacaqlar, bu gərək bəlli olmaya. Tökülərlər xiyabına və gələcəyimizi dəyişdirirlər. Ve həmin dəlil ləşgər xud ra təqsim və pərakəndə misazəd. Düşmən bilməsə ki, biz hardan çıxacağıq, xüsusən şəhərlərdə, bu öz adamların düşmən, farslar məsələn, öz adamların bölməlidirlər və bunları ayrı yerdə qoymalıdırlar. Onun da gücləri azalar. Yəni, mən bir dəfə də bunu deyim, bəlkə 2 dəfə demişəm. Fərz buyurun ki, farsların 300 min dana paslarları, zadları vardı. 400 min. Və bunları istəyələr ayıralar müxtəlif ustanların arasına, 31-32 ustanın arasında bölsələr, hər ustana gələr məsələn 10 min dana. Ki, eləyə 300 min dana. 14 min dana gəlsələr 400 min, 14 min də eləməz, 400 min dana. Bilirsiniz? Ondan sonra indi bunlar hər ustanın özünün neçə dana şəhəri var. Yüzlər, bəlkə minlər kət var və yüzlər şəhər, 100 də deməsək heç olmasa məsələn 50-60 şəhər var. Diqqət buyurun, əgər bəlli olmasa biz hardan həmlə eləyəcək, düşmənin gücü bunların arasına gedər. Amma əgər biz bu cür eləməsək və düşmən biz, məsələn, ərəblər qalxır, biz sakit bax. Bunlar bu güclərinin bir azını burada saxlayacaqlar, Təbrizdə, Ərdəbildə, çoxun göndərəcəklər ərəblərin üstünə. Ərəbləri əzəndən sonra türklər qalxırlar türklərin üstünə. Amma əgər bunu biz bir dana ittihadla
Başa-başda bu işi görsək, bunun gücü hər şəhərdə 200-300 nəfərə yenər. Yap çoxu 1000 nəfərə yenər və 1000 nəfərdə də heç iş görənməz. Heç iş görənməz. Bir də kiçik şəhərlər mühümdür bizim üçün. Kəndlər bizim üçün mühümdür. Amma onun da stratejisi kəndlər üstündə idi. Kəndlər bizə və şəhərlər çox mühümdür. Kiçik şəhərdə normalda hamını tanır. Elə necə ki polis, jandarmeri, sipah tanır ki bu adam kimdir, adam da onu tanıyır və evini tanıyır. Bunun üçün kiçik şəhərlərdə məmulən bundan qorxurlar ki, tanınarıq, sonra tutuluruq. Amma eyni halda məmurlar da qorxurlar ki, biz tanınırıq. Bunun üçün həmişə biz kiçik şəhərləri və kəndləri bu məsələyə daxil eləməliyik milli hərəkətə və öz hərəkətlərimizdə ciddi bunların gücündən qazanmalıyıq. Bunlar qorxmamalıdırlar. Çünki o qədər ki, polis, İttilaat, sipah, bəsit qorxmalıdır. Kişilər, insanlar, qarayaxalar qorxmamalıdırlar. Və nagazir است از همه طرف خود را محافظت کند. Düşmən gücü şəhərlərdə məcburdur hər tərəfdən özünü qorusun. Amma gücü yoxdur qorumağa. Onun üçün sına bilər. Biz fəqət bunları bilmirik. Biz əgər bunları bilsək, bilərik ki, farslar çox bir böyük güc deyil. Mən bu kitabı oxuduqca inanıram ki, biz rahat sındıra bilirik. Bu şərtlə ki, əvvələn bunları bilək, sonra da sistematik bir hərəkətə tərəf hərəkət edirik. Və der nəticə qudrətəş pərəkəndə və zəif mişəvət. Düşmənin gücü 400 min nəfər də olsa, zəiflər, çünki bölür və dağılar. Pərakəndə dağılmaq, yaymaq və zəif də ki, bilirik, zəifdir, gücsüz olar. Və quvayəş tədziyə migərdər. Quvayəş tədziyə bir var ki, 300 min nəfər bir yerdə olar, ya hər şəhərdə, məsələn, yaxşı Azərbaycanda 100 min nəfər, ya 50 min nəfər, ya 20 min nəfər, ya 10 min nəfər ordusu bir yerdə olar. Bir də var ki, bu 10 min nəfər ki, Azərbaycana yetişir, bölünə 100 şəhərin arasına, sonra da hər şəhərdə də bölünə, məsələn, filanların arasına. Onun üçün, bu çox bizim üçün mühümmüdür. Ki, düşmənin gücün tədziyə eləyək, bölək. Və gücü به هدر میرود. onun gücü də hədərə gedir. آنگاه در محلی که من به وی حمله میکنم قادرم که لشکری عظیم را در برابر چند واحد منزوی وارد میدان کنم. O zaman ki böldüm düşməni, o zaman mən eləyə bilirəm yüzlər min adamla kiçik şəhərlərdə, məsələn Kələybər kimi, ya Culfa kimi, ya Xoca kimi, ya Xoy kimi, Meşcin kimi, Moğan kimi kiçik şəhərlərdə belə heç olmasa mənim yüzlər min adamım var ki, eləyə bilərlər, həmləsinlər və düşmənə zərbə vursunlar. کسی که دارای افراد کم است بایستی در مقابل دشمن خود را در حال آمادگی نگه دارد. Əgər biri adamın ki gücü azdır, farsların gücü bizim qabağımızda həm ədədi olaraq azdır, yəni fars millətinin gücü, farslar ki millət özlərini bilmirlər, xoşbəxtlik buradır. Düşmənimiz özünə belə hüviyyəti milli qazanamır. Özünə. Bizə deyəndə deyir ki, qovmi Türk, qovmi Bəluç, qovmi Türkəmən, filan Bəhman ya Türk zəban. Amma farslara gələndə deyəmir fars zəban ya fars ya milləti fars. Biz heç olmasa özümüzü milli cəhətdən deyirik ki, Azərbaycanlıyıq, Türküq, elə bu bir ikisi bəsdir. Yəni, Azərbaycanlı və Türküq. Topraqlarımız da bəllidir. Düşmənimiz də bəllidir. Amma farslar özlərinə deyə bilmirlər ki, biz haralıyıq. Və milli olaraq dilimiz nədir, gücümüz nədir filan. Yox, bu dil bizim dilimiz deyil, hamının dilidir deyə bundan yox, amma hamının dili olmaz. Onun üçün biz onlara üstünük bu cəhətlərdən. Həm də ki, bizim sayımız onlardan çoxdur. Məsələn, biz özümüzü 35 heç olmasa və çox ta 45 milyonacan bilirik. Cəmiyyətin %40'ını bilirik. Özləri dedikləri vəzirləri deyibdir bunu, %40'ı. İndi 85 milyon İranda adam var. Bunun %40'ı, %50'si eləyər 40 milyon. 42 milyon yarım. Bu %40'ı deyilər 40 milyonza tutu deyən ya 38-39 milyon adam elər. Və bu bizim üçün böyükdür. Deyir kəsi ki, daray əfradı kəm است, amma o millət ki, sayı azdır, Bəluçlar kimi,
Qəşqailər kimi sayıları azdır. Amma Qəşqaya özünə hökumət qura bilər. Niyə? Diqqət buyurun görün niyə. Bayisli در مقابل düşmənin qabağında xod ra در حال amadə nigahdır. Özünü amadə eləməli. Biz özümüz də özümüzü hazırlamalıyıq. Amadə hazırlamaq. Hazırlamaq nədir olacaq bizə? Çox yol yer gəziyik, dağa çıxacağıq, qaçacağıq. Ərz eləyim xidmətinizə, savaş taktiklərini öyrəşəcəyik, vurmağı öyrəşəcəyik, qaçmağı öyrəşəcəyik. Hər şeyi silaha çevirməyi öyrəşəcəyik. Yumruq bir silahdır, bir daş bir silahdır, bir bıçaq bir silahdır, bir ağac bir silahdır, bir hər nə ki ələ gələ bilər bir silah, bunu istifadə eləmək olar. İndi düşməni yıxacağıq. Pasgahları hardadır? Dalı qapısı, qabaq qapısı, neçə nəfər adamlar var, bunları bilməliyik. Bunlar bizim hazırlıqlarımız. Harda bunların dürbünləri var, harda dürbün otaqları var, harda ambarları var, harda tüfəkləri saxlayırlar, harda güllələri saxlayırlar. Bunları öyrəşməliyik. Bunlar bizim hazırlıqlarımızdır. Radiosu harda, televizyonu harda, qapısında necə nigahbanı var, içisi nə cürdür, girdin nə cür olacaqdır. Bunların hamısını öyrəşməliyik. Və bizim də xoşbəxtliklə tamam hər yerdə adamımız var. Yəni onlar bizim adamlarımız. Radio Təbriz, televizyon Təbriz. Tamam bunlar hamısı bizim əlimizdə. Ərdəbildə, Zəncanda, Qəzvində, Həmədanda, Tehranda. Hamısı bunlar bizim insanlarımızın əlindədir. Onlar bu günləri milli görsənməsələr də, bəzi bizim biraz zəif olan adamlar onları pan-farsə, pan-İranistə müttəhəm də eləsələr, ya satılmış, nə bilim, bu cür bir şeylər də onlara desələr, amma vaqiət bu ki, onlar o gün ki bizim gücümüz ərsiyə yetişə və biz qalxaq əyağa hökuməti əl alaq, onlar hamısı qoşulacaqlar bizə, çünki onlar çörəklərinə mehtaçdılar indi oradadılar. Pastarların çoxu, bəsicilərin çoxu, bunların ərteşin çoxu, bunların hamısı çörəklərinə mehtaçdılar. Yəni, neynəsi? Çörəyin çıxadanmasa. Amma o gün ki hamımız qalxdıq əyağa, onlar bizim cibhəmizə gələcəklər və bizim yanımızda duracaqlar. Çünki həmişə güclü tərəfdən himayət elərlər. Zindicanlı insanlar həmişə gücə maildirlər. Bu bir dana əslidir dünyada. Hər kəs güclü olsa, niyə Amerika və ya bu günləri Rusiya həmlə eləyib Ukrayna? Amma heç kəs Rusiyanın qabağında silah çəkib Rusiya ilə savaşmırlar. Çünki Rusiya güclüdür. İnsanlar həmişə gücün tərəfində durarlar. Güc neçə şey sizə verir onun tərəfində durmaq. Əmniyyət, pul, iş, mövqeyiyyəti siyasi, ictimai, iqtisadi amuzəş. Bunlara sizə güc verir. Gücü olmayan bunları verənmir. Niyə məsələn indi biz milli hərəkətdə görürük bəzi insanlar idarədə işləyənlərin hamısı dövlət tərəfdarıdır. Çünki bu günləri pul oradan gəlir, iş oradan gəlir, prestij oradan alır, filan oradan alır. Ya məsələn görürük Təbrizdə, Ərdəbildə, orada burada xanım qızlar xüsusən çox farsı danışırlar. Çünki orada güc var. Deyir ki, mən bunu danışsam, məsələn deyəcəklər, bu farsdır, Tehrandan gəlmədir, nə bilim, kilasdır, hay kilasdır, filandır, bir dil başarır. Və bu mühümmüdür. Mən bunu gözümlə gördüm. Məsələn, mən xəbərnizar idim, Tehrandan gəlirdim, rahatca gedirdim Təbrizdə, hər kəsi görə bilirdim, hamı deyirdi, bu Tehrandan gəlibdir. Amma, məsələn, şəhristanlı deyirlər də, şəhristanlı ruhiyyəsi. Biz bu ruhiyyəni aradan apara bilərik və hər şəhər özü bir özünə etimad bi nəfsi olmalıdır. Özgüvən, türkçəsi özgüvəni olmalıdır, etimad bi nəfs, ərəbcə sözdür. Və özümüzü hazır saxlamaq. Və kəsi ki darayı əfrad-ı ziyadə است, bizə taid çox adamımız var. Düşmən ra bi amadə şudən bər ziddi xudaş bərməyəndirdən. Düşməni hazırlıqda saxlır. Biz hər gün eləyə bildik radio televizyonumuzdan, web saytlarımızdan filan yerdə çıxacaq eşiyə, bəhman yerdə çıxacaq eşiyə. Bu düzdür, bizim də içimizdə bu yaranlıq ki, ey baba, hər gün bunu deyirlər. Amma düşmən məcburdur bunu ciddi tuta, məcburdur orada özün amadə başa gətirə və bu onları yolar, rəvani cəhətdən bunları yolacaqlar. Və diqqət buyurun, o zaman ki biz düşməni rəvani cəhətdən yorduq və o inan dedi ki, bu çupani duruqqudur, fasların belə bir məsəli var. Bu yalancı çobandır, elə hey deyib canavar gəldi. Bir gündə o gəlməyəndə biz çıxırıq xiyabana və tökürürük, alırıq. Bu da bizim o taşdikin davamıdır. 84-cü səhifəyə keçirik dostlar. Deyir ki, əgər məlum başa ki, nəbər در کجا و چه زمان به وقوع می‌پیوندد می‌توان لشکریان را 1000 لی راه برد و آنها را در میدان جنگ جمع کرد. Əgər bəlli olsa ki, biz hangi gün, hangi zaman, hangi çağ, hangi çağda və hangi
gün deyək və hansı yerdə savaşacağıq, eləyə bilirik ki, güclərimizi əl-ələ verək və aparaq ora. Bəlli olsa ki, bizim savaşımız hansı cürdə və hansı məkanda yerdə olacaqdır, onda eləyə bilirik ki, güclərimizi 1000 kilometr, 5000 kilometr olsa yuxarı aparaq orada savaş olsun. Bilirsiniz, beləsiniz. Məsələn, Rusiya bunu bilir. Mən Ukraynada savaşacağam. Rusiyanın içində savaşmır. Yəni, Ukrayna Rusiyaya həmlə eləməyibdir. Rusiya güclərini gətirir Ukraynada savaşmağa. اما اگر روز و محل نبرد را نداریم، burada ندانیم جلوی ola، جناح چپ نمیتواند به جناح راست و جناح راست نمیتواند به جناح چپ کمک کند. Amma əgər biz bilmirik harda savaşacağıq, yeri və çağı bəlli deyil, onda nə olar? Bizim heç bir gücümüz o birisi gücünə köməklik etməz. Sağımız solumuza, solumuz sağımıza, əsli qəlb gücümüz heç birisi bir-birinə köməklik edib. Çünki savaş bəlli deyil ki, hardadır. Onun üçün bizim şəhərlərdə də diqqət buyursaq, Azərbaycan məsələsində görürük ki, belə bir vəziyyət hakimdir. Çünki biz bilmirik hangi gün. Amma biz dediyim kimi, gərək bir cür eləyək ki, eləyə bilək düşməni əvvəl yoraq. Cəlodəran nemitavanan az əqəbdaran himayət bکنند. Öndə gedənlər arxada gələnlərdən himayət eləyə bilməzlər, arxada gələnlər öndə gedənlərdən himayət eləyə bilməzlər və عقبداران نمیتوانند پشتیبانان را جلودار باشند. او دا که او به طریق اولا وقتی عناصر مختلف لشکر ده ها لی و یا حتی چند لی از یکدیگر دور باشند وضع به قرار بالا خواهد بود. Deyir, hətta əgər bu güclərin arasında, məsələn, şəhər ilə kəndi gücünün arasında, kiçik şəhərlərlə böyük şəhərlər arasında da belə bir aralıq düşsə, aralıq fasilə ərəbcə, aralıq düşsə, onda da bir-birlərinə köməklik eləyə bilməzlər. Çünki gərək bunlar neçə kilometr gələlər. İndi deyək ki, Təbrizin, məsələn, Təbrizi misal vururam. Çünki bizim əsli şəhərimiz, gücümüz toplanan şəhər Tehrandan sonra oradır. Tehran bizim ən çox gücümüz toplanan yerdir. Ondan sonra Təbrizdir. Amma Təbrizin %100'ü türkdür. Tehranın %50'si, %55'i, %60'ı türkdür. Fərqi buradadır. Orada bir 40% heç olmasa, düşmən də olmasa rəqib var. Ayrı millətlərdə var. Amma Təbrizdə qətən şey yoxdur. %1 türk fars yoxdur. %1 rəqib yoxdur. Bu çox önəm daşır bizim üçün. Əgər məsələn fərz buyurun ki, deyirik ki, Abrəsanda toplanacaq. Bazar ağzı ilə Abrəstan arasında bir 5 kilometr heç olmasa ya 6 kilometr heç olmasa aralıq var. Orta aralıdırlar bir-birinə. İndi biz istəyək orada bir ehtiyac var, millətimiz ora getsin, şey olar. Amma bizim şəhərimizin hər yerində adam var. Yəni hətta danışgah Təbrizin ətrafı tamamilə evdilər. Yəni bir yarım kilometr o yüz bu yüz Abrəstanın ətrafı kollən nədir? Evdir. Və insanlardır. Danışgah Tehran Xumeyni bimaristinin qabaqları tamamən evlərdilər. Yəni bir az o yüz bu yüzə gedirsiniz. Məsələn o tərəfdən deyək ki, Zəfəraniyə tərəfinə gedir, evdilər. O tərəfdən Vəliəsr evdir, bu tərəfdən Əbbasi tərəfi evdir. Hər yerə baxsaz, bunlar bizə bir imkandır. Hər yerdən çıxıb tökülə bilirik ora biz. Bunun üçün mən deyirəm ki, biz şəhərdə mühasirə çox rahatdır. Amma o deyirdi ki, bizim diqqət buyurun, Qacar dövründə Pəhləvinin hətta Xumeyni inqilabaca əsli güc kətdə idi. Çünki kətlər böyüdülər, ya adamlar orada idi, şəhər cıqqılı idi. Çox cıqqılı idi və bölük-bölük idi. Diqqət buyurun. Ma onun nəzərində də buyurdu ki, kətlərdə olan gücünə şəhəri mühasirə eləyək. Çünki kətlər çox idi, şəhər kiçik idi. Gəlirlər mühasirə və yemək, içmək da kətdən gəlirdi şəhərə. Qabağını bağlırdılar, gəlmirdi, şəhəri də mühasirə elədilər, qaldı orada, yoxdur, təslim olmalıdır. İndi diqqət buyurun, bizdə də kələntərilər, pasigahlar, bəsiclər, nə bilim, paygahlar, ya 110 neçədir, nə bilim, 111'dir, nədir, bilmirəm ki,
112-dir, nədir bilmirəm. 112 atəş nişanı zaddır, amma 111-dir, nədir bu polis zid düşürüş bular. Bunların mərkəzləri bəllidir. Bunların ətrafı elə o məhəllə, məsələn, Hafiz milləti, Hafizdə yaşayan, Hafiz xiyabanda yaşayan, elə bu məntəqəni tökülsə, oranı bağlasalar, otursalar belə yerə, onlar çıxa bilməzlər. Əsla və əbədə çıxa bilməzlər eşiyə. Ya məsələn, elə o pastarların öz maşınlarını orada pəncər eləsələr, itələsələr xiyabanın ortasına, oradan heç maşın çıxa bilməz eşiyə. Bu cürsü biz mühasirə edə bilirik bunları və işdən sala bilirik. Binabərin, xobregan cəng bayisتی بدانند کجا və کی به جنگ دست می‌یابند. Gərək ki, onlar ki, savaş bilirlər ya milli hərəkət üçün çalışırlar. Orada gərək bilirlər ki, biz harda, ha zaman nə cür hərəkət edə bilirik. Əsli yerləri tanımalıyıq biz. Biz ustandaridir, fərmandaridir, ərz eləyim, radyo, televizyondur, monitoring sistem saxtamanlarıdır, danışsara meydanında ayrı yerdə də ola bilər. Ondan sonra radyo, televizyondur, bunu dedim. Zindan, bu çox önəmlidir. Diqqət buyurun, zindan çox önəmlidir və çox da rahatdır zindanları çıxartmaq. Yəni, bir dana məsələn, burduzel geçsə, vursa zindanın difarına, zindan da yıxılır, belə bir difar yıxılsa, oradan getəcəklər eşiyə. Zindanlar fəqət kafidir bilərlər ki, oradan açıldı. Və zindanların aşmağı dövlətə özü böyük müşküldür. Zindanlar, hətta qatillər çıxıb adam öldürməyəcəklər ki, onlar nəhayətdə dövlətdən intiqam alacaqlar. Paslarlardan intiqam alacaqlar, mollalardan intiqam alacaqlar. Və onlar bir gücdür, qorxmaz gücdürlər. Çünki onların ən çoxu budur ki, mübarək edəcəklər zindana və yenə də edama məhkum olacaqlar ki, edama məhkumdurlar məsələn. Məsələn, Təbriz zindanında 350 nəfər mən zindanda olanda edama məhkum var idi. Siz bu 350 nəfəri diqqət buyurun, əlinə silah versiniz, bu ərteşdir, bir ordudur. Bunun üçün bunlar çox mühümdür. Ta məsir را ارزیابی و اندازه‌گیری کنند gərək biləsiniz harda və nə zaman savaşacaqsınız və o yolları oranın əmniyyətin, imkanların baxasız, tapasız və tarixdə müəyyən eləyəsiniz. Öz arazda heç olmasa ki, biz nə eləyəcəyik? Eləyə bilirik onları rəvani cəhətdən yoraq, sonra da həmd eləyək. Ləşkər را təqsim کنند, öz ləşkərlərini düşməni böləcəksiniz və dəstəha را cürət yekdər rahi sazən və hətta öz adamlarınızda siz ayrı-ayrı göndərəsən pasgahlı filan pasgahı tutun, sizdə filan pasgahı tutun, sizdə filan yerə gedin, sizdə filan radionu alın, siz ustandariyə gedin, siz fərmandariyə gedin, siz maliyyət idarəsinə gedin, siz nə bilim bu cür bölməliyik. Kəsani ki, در فاصله های دورتری هستند ابتدا hərəkət میکنند. Uzaq yerlərə orduda bu cürdür. Uzaq yerlərə qabaqdakı dəstələr gedərlər, yaxın yerlərə daldakılar gedərlər. Yəni, biraz tez gedər, biraz yavaş gedər. Və kârızanın ki, nəzdiklərən bədən bir rah miyoftən. Və بدین ترتیب اتصال عناصر مختلف به یکدیگر ولو هزارلی از یکدیگر فاصله داشتن در لحظه müəyyən surət میگیره. Bu cür halətdə ki, filan yerə gedəcəyik, onlar ki, qabaqdadılar, onlar tez geçsin. Məsələn, burada misal vursaq, fikrin ki, istiqşədək Tehranı tutaq. Onlar ki, Tehrandadılar, onlar gözləyəcəklər, türklər. Məsələn, Kərəzdəkilər gözləyəcək, bu cürsü deyək, beləsi deyim. Qərbi Azərbaycan, Ərdəbil yap əvvəl çıxacaqlar. Bunlar Tehrandan biraz uzaqdılar. Onlardan bir neçə saat sonra Təbriz çıxacaq. Məsələn, biraz bunlar gəldirlər, Miyananı keçəndə Miyanalılar çıxacaqlar. Zəncanı keçəndə Zəncan çıxacaq. Qəzvini keçəndə Qəzvin çıxacaq. Kərəci keçəndə Kərəc çıxacaq. Bunlar hamısı birdən Tehranda oradan qalxacaq. Bunu istəyir misal vursun ki, gərək hamı birdən yetişə o hədəf yerə. Yoxsa Tehrandan çıxalar, məsələn, istəyirik Tehrana laxa. Tehranlar çıxalar, amma Təbriz, Azərbaycan, ora, bura, məsələn, qala. Bu, bevaxt olar. Hətta bunu biz məşrutədə görürük ki, üzrsən, məşrutədə yox, koditadan qabaq görürük ki, Farslar necə bu işi gördülər və mütəəssifanə türklər də onların toruna düşdülər. Bilirik ki, Şumalilər, Yəprimxanə, Ərməni filan və ha belə Bəxtiyarilər həmzaman, eyni zamanda həmlə elədilər, gəldilər Tehran aldılar. Neçə gün onlardan sonra Təbrizlilər getdilər Tehrana, qoltuqlarını da qarpızırlar ki, biz Tehranı işğal elədik. O halda ki, biz Tehranı işğal eləmədik. Biz əgər Tehrandan qabaq geçsəydik, o
müsəlləh gücləri Tehranda biz əlimizə alardıq. Yəprimxan Erməni gəlib Səttarxanı vurmazdı. Bu bəllidir ki, biz başımıza kələk getirdik, biz bir vaxt yetişmişik. Məsuliyyətləri, postları bölüblər, öz aralarında farslar, bizə hissat qalmayıbdı. Məşrutənin hətta qanun əsasını yazanda da bu bizim başımıza geçdi. Birinci məclisdə, ikinci məclisdə, hamısında da bu başımıza geçdi. Məsələn, türklərin, hətta dünən dostların biri bir məqalə qoymuşdu, fikirəm adı nədir? Adı yadıma düşmürdü, amma bir məqalə qoymuşdu, orada yazmışdı ki, biz məclislərdə həmişə, yəni bir xarici yazarın kitabının əksini qoymuşdu. Orada yazmışdı ki, türklərin sayı İranda tamam millətlərdən çox olmağına baxmayaraq, məclisdə məsələn Tehranın nümayəndələri, fəqət Tehran şəhrinin nümayəndəsi kolli Azərbaycan və türklərdən çox idi. İndi də oturdu. Tehran şəhrinin məsələn 80 nümayəndəsi var ya 60 nümayəndəsi var, yadımda deyil. Eləyə bildik Google eləyək, çıxa ki nə qədərdir. Amma türklərin hamısının cəmən 90 nümayəndəsi gərək ola. Cəmən kolli İranda. İndi mən əgər hətta bunu Google eləsəm çıxar. Elə burada rahatca yazsaq ki تعداد نمایندگان استان تهران elə bu burada gətirəcəkdir ki nə qədərdir. Ələn məsələn mən burada vurdum 11-ci dövrəni gətirdi. Hələ fəqət buna baxaq. Azərbaycanın şərqidə əlbəttə yazmayın Tehran adları yazıb. Sonra o birisi ustanları yazıbdı. Mən əgər bunu Hozə İntiqabı Tehran Rəy Şimrad İslam Şəhər və Pərdis 30 dana nümayəndə fəqət Tehranın pərdisinin falan var idi. Amma ustanınki necə bunu versə dahi rahat. İstəyirəm deyəm ki, yəni məclisi 12 fehristini veribdi, amma burada list 1318 ta 9 Aban 1320. Bu da qədimkilərdir. Hər halda bunu istəsək Google-da çox rahat taparıq. Mən də üçün əcələ eləyirəm. Ona görə orada düz təşxis verə bilmirəm. Biz həmişə bunu uduzmuşuq ki, millətimizin sayı qədər parlamanı ələ keçirməmişik. Və bu Tehrana vermişik, farslara vermişik bu imtiyazı. Gərək bu imtiyazı heç vaxt Tehrana verməyək. Baxın, Kanadanın bir sistemi var. Mən Kanadada yaşıram. Burada şəhəri bölüblər, distrikt deyə, hozə. Orada İranda hozə deyirlər. Nə bilim, şəhərdarlara nə mənə deyirlər? Deyirlər ki, nəvahi şəhərdari, nəvahi deyirlər. Nahiyə bölüblər, ya hozəyə bölüblər, burada distrikt deyə bölüblər. Hər distriktin bir dana nümayəndəsi var. Seçə bilər, 2 dana yox. Deməzlər ki, bu şəhər 15 milyonu var, məsələn, üçün 15 milyon var, məmləkətin yarısı nümayəndəsi olsun. Yox. Deyərlər ki, bura neçə yerə bölünür? Məsələn, 15 yerə, 15 dana nümayəndəsi var. Təbriz neçə yerə? 10 yerə, 10 dana nümayəndəsi var. Və cəlib budur. Hər nümayəndə gərək o olduğu hozədən keçir, nahiyədən çıxır, oranın əhli ola, oradan çıxa. Yoxsa ayrı yerdən, oranın da əhli fəqət ona rəy verə bilər. Məsələn, nahiyə 1-in adamları, yaşayanları gedib nahiyə 2-də, 3-də, 5-də, 10-da rəy verə bilməz. Necə ki, bir dana nümayəndə ki, nahiyə 1-də nümayəndədir, ayrı yerdən gedib nümayəndə ola bilməz. Gərək oranın sakini ola. Amma İranda o cür deyil. İranda siz gedin kətlərdən, maşınla, şəhərlərdən, maşınla adam yığın, gətirin burada rəy versin filan kəsə. Bu olmaz. Belə bir şey düz deyil, təqəllübdür. Deyir ki, همان سان که خریداران بازارهای دور şəhər در وقت müəyyən در bazar huzur می‌یابد. Deyir, elə buna bənzir ordunun toplanmağı bir yerə ki, elə ki, filan gün cuma bazardır, filan çərşənbə bazardır, filan gün cuma axşamı bazardır, filan gün süd günü bazardır. Hamı bilir ki, filan məhəllədə filan gün bazar var. O həm alanlar gedirlər o gün ora,
həm də satanlar o gün gəlirlər, orada cinslərini döşürlər. Əziz dostlar, getdik 85-ci səhifəyə. Deyir ki, hərçənd ki əfrad یوته به نظر من متعددند ولی سوال من این است که این تفوق به هنگام بررسی نتیجه تعارض چه امتیازی نصیب وی میکنند. Deyir ki, nəzərə gəlir ki, filan kəsin gücü çoxdur. Vəli sual budur ki, onların bu çoxluğu nəticədə onlara nə imtiyaz verir? İmtiyaz ərəbcə sözdür, yəni üstünlük. Onlara nə üstünlük verir? Bu da budur. Yəni, görək ki, Güney Azərbaycanlılar İranda çoxdur. Bu bizə hangi imtiyaz verir? Bu bir dənə yoxdur, sualdır. Hangi üstünlüğü, məziyyəti qazandırır bizə çoxluq olmaq? Dilimiz rəsmi deyil, məmnudur. O deyil ki, rəsmi deyil. Əgər baxın, İranda dillərin heç birisi rəsmi olsaydı, biz burada deməzdik ki, dillər qadağandır, məmnudur. Amma o zaman ki, bir dil rəsmi oldu, o birisi dillər rəsmi oldu, qeyri-rəsmi oldu, yəni yazılmadı ki, bunlar rəsmidir, yəni onlar yoxdular hesab olar. Yəni onlar məmnu və qədağandırlar. Elə bilin deyirsiniz ki, məvadlı müxəddir alıb satmaq qədağandır. Əgər yox olsa alıb satmazlar. Amma o zaman ki deyirsiniz məvadlı müxəddir alıb satmaq qədağandır, yəni ki bir məmnuiyyət qoymuşsunuz. O zaman ki deyirsiniz filan cinsi alıb satmaq olar, ondan sonra o birisilər almaq olmaz. Yəni ki o cinsi ki vardı, o qanunidir, o birisilər qeyri-qanunidir. Hətta əgər deməyəsiniz, deyəsiniz ki filan cins rəsmi, fəqət bu alıb satılacaqdır, o birisilər qeyri-rəsmi olar. Məsələn, İranda deyərlər ki, fəqət maşın farslar doğul eləyən maşınlar alıb satılacaqdır. Ondan sonra hər nə mənə maşın var, qeyri-qanuni olar. Görürsünüz də ki, məsələn, xaricidən maşın gəlsə 2 bərabər, 3 qat, 4 qat maşının qiyməti ondan maliyyət alırlar, ta eləyə bilsin ki, bazarı içəridə satır. Bu qeyri-qanunilikdir. İndi də biz o cürük, millətimiz çoxdur, %40'ı biz o heç olmasa millətin, amma bu %40'ın dili yoxdur, rəsmi deyil, qadağandır, rəsmi deyil. Kimliyi, türklüğü, qadağandır. Yəni sən, onlar açı deyirlər Azəri yox, niyə deyirlər Azəri? Çünki sistem Azəri deməsən onu işə almır. Deyir ki, sən pantürksən. Sən desən, mən türkəm, olursan pantürk. Məcbursan idarədə falanda deyirsən, mən Azəriyəm. Amma tükanda, bazarda olsan, diqqət buyurun, görün ha. Yəni bunu diqqət edin. Lütfən xahiş edirəm, bunu bir təhqiq edin da. Öz ətrafınızda tanıdığınız dostlarınızdan, famililərinizdən görün Azəricilər harda işdirlər. İş mənbəyinə və gəlir qaynağına baxın. Görün ki, bunlar Azəri niyə Azəridir? Bunu bir təhqiq eləyək, görək daha ki, mənim familimdə kimlər deyirlər biz Azəri yox, kimlər deyirlər biz türküq. Onlar ki, dövlət işlərindədirlər. Onlar deyirlər ki, biz Azəri yox. Onlar ki, şəxsi işlərdədirlər. Onlar deyirlər biz türküq. Niyə? Çünki qaynaq mənbəyi odur. Bizim görürsünüz ki, çoxluğumuzun heç bir məziyyəti, imtiyazı, üstünlüyü yoxdur bizim üçün. Düşmənə üstünlüyü var. Çünki bizdən çox sərbaz ala bilər. Çox maliyyət ala bilər. Çox bizi işlədər, vətənimizi çox boşalda bilər. Binabərin, be nəzər mən piruzi ra mitəvan icad کرد. Diqqət buyurun, çox böyük. Deyir ki, mənim nəzərimə düşmənin çoxluğu, azlığına, silahına, filanına baxmayaraq gücü və zəfəri qazanmaq olar. Yəni, iradəyə bağlıdır. Biz iradə edirik ki, istiqlalımızı alaq. Bu iradə çoxluğuna, azlığına bağlı deyil. Mən bunu neçə dəfə demişəm, bir də deyim. Əfqanistan millətləri, Əfqanistanda yaşayan millətlər 30 il Rusiya gücü ilə savaşdı və axır saldılar eşiyə. Amerikalılarla illər boyu savaşdılar və axır saldılar eşiyə. Ukraynalılar dünyanın yenə də ən böyük atomi gücü ilə savaşırlar və görünür ki, dünən gecədən səslər çıxan budur ki, Rusiya hazırdır barışa geçsin. Bir imtiyazlar, üstünlük istəyir. Hala mən bir belə ordu çəkmişəm. Mən əgər çəkilsəm, əliboş dalıya çəkilsəm, mənə da sabahdan hamı mənə lotuluq elər məhəllədə. Sən gəlib bir şeylər verəsən mənə ki, mən qeydəm dalıya və mənim o bühətim aradan getməyə. Məndən o qorxu ki, insanların zehnində var bir əbəl qudrətdə, o aradan getməyə. İndi söz bunun üstündədir. 2 dana ustan istir bundan. Deyir, o 2 ustanı ki, mən qabaqcan demişdim, bunlar gərək müstəqilli olarlar, sən onları ver mənə, ya da müstəqilli elam elə. İndi əgər bunları versə, o bir güc qazanacaq, deyəcək, mən tamam, bir belə savaşdım, bir belə adam öldürdüm, bir belə adam öldü, bir belə yer dağıtdım, bir belə falan oldu, bir belə mənə xərci çıxdı, bir belə aldım. Amma əgər alab biraz az alsa, o bühətə aradan gedəcəkdir. Pəs zəfəri qazanmaq olar iradə ilə. Və zəfər də
Diqqət buyurun, millətə bağlı deyil tək, liderlərə bağlıdır. Liderlərdə dayanaq gücü olsa, mübarizə gücü olsa, savaş gücü olsa, ruhiyyəsi olsa, millət onların dalınca gedər. Amma əgər liderlər təslim olsalar, millət təslim olur. Bu bir dənə qanundur. Mütəəssifanə istəyək, istəməyək, bu bir dənə qanundur. Heyvanların da içində budur, insanların da içində budur. Hətta əgər تعداد düşmən ziyad başad, mən میتوانم مانع حمله وی شوم. Hətta düşmənin gücü çox da olsa, mən bir strateji götürməklə ki, onu nə cür şey edeyim, qoymaram o məni həmlə eləsin. Şialin adında bir savaş uzmanı da deyib də, əgər تعداد düşmən ziyad başad, چنانچه به وضعیت نظامی و جنگی من آشنا نباشد، میتوان وی را برانگیخت. Deyir, əgər düşmənin sayı çoxdur. Amma bilmir ki, bizim gücümüz nə qədərdir. Biz nə qədər türkçü var Azərbaycanda və İranda. Və nə qədər biz eləyə bilmişik düşməni içəridən bölək. Diqqət buyurun dostlar. İran dövlətinin siyasi, nizami, iqtisadi güclərinin hər yerində türklər var. Yəni biz əgər ayağa qalxsaq, təbii ki, onlar bizdən himayət üçün yerlərdə bəlli olaraq olmayaraq təxribat icad eləyəcəklər. Bu bizim gücümüzdür da, bu gücdür. Adamın ki, dədəsi, nənəsi, bacısı, qardaşı Türk torpaqlarındadır və savaşırlar. İndi farslar da bunları qətlə amac edir. Təbii ki, biz millət olaraq ayağa qalxsaq, liderlərimiz qalxsalar ayağa, təbii ki, o adam ki, Farsistandadır, o da deyəcək, mən indi bərqi söndürə bilərəm. Məsələn, o adam ki, monitoring saxtamanında işləyir, jeneratoru xərab eləyə bilərəm. Generatorun içinə yağ əvəzinə su tökərəm. Elə bu qədər. Baş tapmayacaqlar ki, nə oldu, motor yandı. Amma motor yanacaq, bərqi gedəndən sonra bu gəlməyəcək. Ya məsələn, həkk eləyə bilərəm. Nədir bunu həkk eləyə bilərəm? Diqqət buyursun, bu olacaqdır. Yəni bu, əgər düşməniz çox olsa, amma sizin vəziyyətinizi, ruhiyyəzi, silahlarınızı zadınızı bilməsə, eləyə bilərsiniz ki, onu həyəcana gətirəsiniz. Həyəcana gətirəndə o əcələ ilə, şetab əcələ. Əcələ ilə və istirab qorxu ilə. İstirab qorxu. Tərs ilə qorxunun, əziz dostlar, bir fərqi var. Tərsi də siz bilirsiniz ki, orada bir canavar var, bir ilan var, bir siçan var. Bilirsiniz var. Görmüsünüz gözünüzlə. Ondan nə dəllə qorxursunuz? İstirab nədir? İstirab budur ki, bilmirsiniz var, qorxursunuz. Məsələn, biz uşaq idik, bizə o qədər cindən, şeytandan, hal nənəsindən demişdilər ki, biz evimizdə dədə-nənəmiz olmayanda, pərdə tərpəşəndə, qaranlıqda xüsusən yatanda, ya dədə-nənəmiz hətta olanda, biz ayrı otaqda yatırdıq, onlar da ayrı otaqda yatırdılar. O pərdə tərpənəndə, ya kölgə düşüb o kölgə otaqda özümüzün cin görürdük. Cin yoxdur, amma biz nə edirdik? İstirabımız var. Görmədiyimiz şeydən öz zehnimizdə yaranan qorxudan qorxuruq. Yoxdur eşikdə. Biz öz zehnimizdə yaratdığımız qorxudan qorxuruq. Ya biz yaratmışıq bu qorxunu, ya ayrıları bizim zehnimizdə yaradıbdır. Məsələn, mən özüm bunu gördüm. Məni idarə etdilər, apardılar. Orada bilirsiniz, girəndə adamı soyundurlar, şortunun zadını da çıxardılar. Bir tuman verirlər, bir köynək. Eynəkçi zadı da alırlar, sizin gözlüğünüz zadınız da olmur. Gedirsiniz ora. Təbii ki, mən siyasi bir adam tutulmuşam filan bəhman. Birazdan sonra, məsələn, gördüm ki, bir nəfəri gətirirlər, qapıdan girəndə gördüm. Ağlamağa başladı filan. Sonra bunlar mənə dedilər, bu şeydir, qaçaqçıdır ya, silahçıdır filandır, bəhmandır, gör. Məsələn, vurmuşlar, məsələn, oyun, məni qorxutmaq üçün indi ya öz adamları idi, gətirdilər, ya nə cür idi. Amma bu, adamın, bəli bu vaqiyyətdir. O adamlar ki, tutulmayıblər, zindanı görməyiblər, ittilatı görməyiblər, bunların zehnində bir ittilatdan bir qorxu var, zindandan bir qorxu var. Amma əgər zindana düşəndə əvvəldə hətta özlərini öldürməyə hərəkətləri var ki, özümü öldürsəm burada yaxçıdır. Amma 2 gün, 3 gün, 5 gün qalandan sonra qorxu tökülür. Bu zindan dediyim budur, tutuldu getdi. İstirab o qorxu ki, onun mənbəyi bəlli deyil, rəvanidir, öz içimizdə yaranıbdır.
Ya özümüz yaratmışıq, ya ayrılar yaradıb. Məsələn, istirab nədir? O böyük istirabdan biri budur ki, cəhənnəm var, behiş var. Bu istirabdır. Əslən, belə bir şey var ya yox, bəlli deyil. Biz zehnimizdə yaratmışıq. Allahdan bir qatil yaratmışıq, şikəncəgər yaratmışıq, bunu bir od yandırıbdır. Belə bir Allahı qəbul eləməyin. Belə bir Allaha əslən namaz qılmayın. Əslən, Allah hesablamayın. Bir dənə Allah düzəltmişik zehnimizdə. Diqqət buyurun, bu Allah çox cinayətkardır. Hitler bu Allahın yanında insaniyyətin ülgüsüdür. Hitler Yahudiləri yandırırdı, amma bu ona baxmaz. Bu hər kəs ki, şeydir, onu salacaqdır, bir od yandırıb salacaq onun içinə. Sonra bunları elə bir cinayətkardır, odun içində də qoymayacaq bunlar rahat qalalar, yanalar. Bunları hey od yandıracaq, hey bunları dirildəcək, yeri yandıracaq. Sən yanmışdın, mən səni bir dəfə ilə mücazat eləməyəcəm, yüzlər dəfə mücazat eləyəcəm, milyon də. Sonra bunları odun içində başının tükündən, axı məni indi odda yana-yana başımın tükündən açsalar nə olar, məmələrimdən açsalar nə olar, ağac soxsalar nə olar, odda kösəf soxacaqlar. Görürsünüz, bunlar o qorxudur ki, bizim zehnimizdə yaradıblar. Ki biz qorxaq Allahdan. Heç vaxt deməmişik ki, Allah ki deyib Bismillahirrahmanirrahim. Bu Allah bir belə zalim olsa buna Allah deməzlər. Buna deyirlər, bir dənə bəşərdir, bizdən də çox oqdeydi və biz sözünə baxmasaq ona çox zərər dəyir, o zərərdə dəyməkdən bizə intiqam almağa gedir. Allah belə bir mövcuddur, farslar düzəltdiği Allah. Mütəəssifanə mənim nəzərimə gəlir ki, Qur'anı da təhrif eləyəndə bu cür təhrif eləyib, bu tərəfə adamcıllaşdırıblar Qur'anı. Hətta mən Günans TV-də bu haqda danışanda dedim ki, sonra qoy bu bəhslər davam tapmadı, çox gözəl yer aparırdım. Allah adamcıldır, adamdır. İki əlləri var, iki ayağı var, ayağı ilə yeriyər, əsəbanı olar, istirabı var, qorxusu var. Qorxusu nədir? Baxın, Allahın qorxusu budur ki, biz şeytanın sözünə baxaq. Əslən, Allahın bir qorxusu budur. Ki biz şeytanın sözünə baxaq. Allahın böyük bir qorxusu budur ki, şeytan ona müzəffər olar. İndi bunu biz yaratmışıq, yoxsa Quranda yaradıblar, bizim zehnimizə soxublar. Çünki belə bir Allahın Allahlığı yoxdur ki. İki dana güc biri ilə savaşır, biri Allah, biri şeytan. Şeytan istəyir öz tərəfinə çəksin, Allah istəyir. Bəs Allahın burada nə gücü vardı ki, eləyə bilmir məni qoya, şeytan məni tovlamaya. Allahın gücü yoxdur burada. Allah çox belə bədbəxt bir mövcuddur. Əslən Ərhəmər-Rahimin deyil Allah. Mollalar yaratdığı Allah. Farslar yaratdı. Bu Allah intiqam alan, şikəncəgər, çox bədbəxt, zəlil, intiqam alan bir Allahdır. Eyni halda ki, deyirlər, bu Allah ləm gəlid və ləm yulad, doğmayıb, doğulmayıbdır. Amma bu Allah bir insandır. İnsanın xüsusiyyətləri ondadır. Gözləri bizə taydır. Əli, ayağı, ağlı bizə taydır. Buna Allah deməzlər. Bu, ola bilər biz yekədir. Ola bilər biraz güclüdür. Amerikanın rəis cumhurun gücü bizlərdən çoxdur. Dəli deyil ki, Allahdır. Bomba atomu var, tamam, biz o bomba atomu sala bilər. O da onun mücazat. Onu təhqir eləsən, Amerikanı təhqir eləsən, müştür bomba atomu salar. Japonası aldı 2 dana. Və Japonları əritdi bomb. Amma heç kəs demir bu adam Allahdır. Çünki deyirlər, dünyanın hər yerində bu inanc var. Allah xaliqdir, mütəaldır, mehribandır, sevəndir. İnsanlardır ki, onun qanunlarını tərsi işlədirlər. Əgər Allahı belə görsək, okey. Əgər Allah görsək ki, cəhənnəmi də var, behişli də var. Niyə qoyub ora? Deyibdir ki, mən bir bədbəxt bir adamam. Hər kəs sözümə baxmasa onu aparıram cəhənnəm. Bu oldu bir dana şah da, bir dana rəis cumhur, bir dana dövlət. Deyir ki, hər kəs mənim sözümə baxmasa sallam zindana, hər kəs də sözümə salsa mən dediyim qədər işlərsin. Belə bir Allah olar. Məhdud. Özün məhdud eləyibdir. Bu Allahın Allahlığı ilə ki, qudrət mütləqdir, təzaddıdadır. Bunlar bizə bizim inancımızda olmamalıdır. Biz Allahı belə görürük. Allah ya mütləq mehriban Allahdır. Məsələn, deyək ki, bir nəfər oğurluq eləyibdir, Allah bunu niyə cəhənnəmə salacaqdır? Zina məsələsini hətta görək. Ağa, mən və arvadım var. Biz bir məqtədə bir-birimizi sevmədik.
Bir zaman sevmişik hətta, evlənmişik. Amma indi hər nə dəlilə görə bir-birimizi sevmədik. Mən getdim biri ilə tərəf oldum, o da getdi biri ilə tərəf oldu. Allaha nə rəhbti var biz apara cəhənnəmə ya behişdə? Niyə geri apara? Çünki mən də onu sevmədim, o da məni sevmədi, qutardı getdi. Bir ailəsi ilə sevişdim. Ha, bu sevmək, sevişmək də çox gözəl kəlmədir, bunu da deyim. İngiliscədə bir dənə seks kəlməsi var. Dostlar, hamısı bunun mənasını bilir, ehtiyacı yoxdur deyə. Bir dənə də love var. Ərəbcədə eşq var. Farsda bunun qabağına müadil kəlmə yoxdur. Eşqə məna yoxdur. Türkcədə eşqin anlamı sevmək, sevmək. Onun ziddi söyməkdir, söymək. Sevmək aşiq olmaqdır. Bir tərəfli düzdə. Söymək bu da nifrətdir. Bir tərəflidir yenə. Yəni mən aşiq olsam, aşiq bir tərəfliqdir. O birisi də rəfə sən sabit eləyənməsən aşiqsən. Və o birisi də bilməzsən o sənə aşiqdir. Sən özün öz içərindən bilərsən ki, birini sevirsən. Yəni aşiqsən. Amma öz içində bilməzsən ki, o səni sevir. Buna deyirlər bir tərəfli. Mən sevirəm, bilmirəm o sevir ya yox. O sevir, mən bilmirəm o sevir ya yox. Bir tərəflidir. Söymək ki, onun ziddidir, söyüş vermək. Söyüş kəlməsindən gəlir. Bu da bir tərəflidir və nifrət əlamətidir. Ona söyüş verirsən. İt oğlu it. Bu söyüşdür. Nifrətli görsənir. Sevmək nədir? Sevməkdə o hər neynəsə sən ona dözürsən. Sən sevirsən. O səni vursa da sən sevirsən. Dədənənə normalda belədir. Dədənənən uşaq nə desə dözər. Normalda. İçində dədənənələr var ki, çox Allah göstərməsindir. Bir də sevişmək var. İndi bir dənə rabitə var. Bu rabitəyə eşq deyirlər farslar. Bizdə sevişmək deyirik. Bir dənə xanımla kişi, fərq eləməz. İki cinsi də bir-biri ilə seksə girirlər. Rabitəyə girirlər. Xüsusi rabitə, ən xüsusi dünyada olan rabitə insanlar içində budur. Heyvanlar içində xüsusi deyil. İnsanlara da bir zaman bəlkə xüsusi deyilmiş. Amma indi xüsusidir. Bu rabitəyə ki, iki nəfərin arasında olur və gizli saxlamağa çalışırlar və bunun bir səmərəsi də olur bəzi adamlarda, ona deyirik evlad. Evlad da demirik, evlad ərəbcədir. Biz deyirik ki, bala, bəla, başa gələn bəla. Bu bala, o eşqin səmərəsi olsa əgər, yəni o iki nəfərin arasında olan, ona biz sevişmək deyirik. İki tərəflidir. Sevişmək iki tərəfli olar. Bir tərəfli olmaz. Çox gözəl kəlmələrdir bunlar. Düşməni gərək eləyək, həyəcana gətirək, bir işlər görək, bir siyasətlər, bir taşkişlər vuraq yalandan ya doğrudan ki, düşmən həyəcana gəlsin, əcələ eləsin, farsça şitab, istiraba düşsün, ərəbcə sözdür, yəni qorxsun, bizim gücümüzü bilmir, amma qorxur. Biz deyirik qələbə yox. O neçə gün qabaqdan gedir istirabı var. Onlar yığışarlar orada, bir iş görəcəklər, qorxur. Ora manevr elir, elam edir. Mən orada manevr keçirdəcəm, gedir ora şey edir. Qeyri-qanunidir. Çünki biz ondan əvvəl elam eləmişdik. Gedib ora yığışa bilməz. Çünki biz ondan əvvəl eləmişdik. Bunun mənası odur ki, biz savaşa çıxırıq. Onlar bizdən savaşa çıxırlar. Manevr burada savaş. Azərbaycan mərzində nirusunu apara bilməz. O zaman ki, nirusunu aparırlar, elamı cəng edir. O tərəf gərək hazır ola ki, bu savaşa gəlir. میتوان وی را برنجید تا با شتاب و اضطراب به آمادگی خوب بپردازد. özün hazırlayın. به گونه‌ای امکان طرح نقشه جنگی علیه من نداشته باشه. Elə ki bu eləyə bilməyər ki, mən bunları neyniyəcəm? Bunlar haran alacaqlar? Radionu alacaqlar, televizyonu alacaqlar, maliyyat mərkəzini alacaqlar, monitoringi alacaqlar, polisi alacaqlar, intizamini alacaqlar, ziddi şurişi alacaqlar, papastaranı alacaqlar, bəsici alacaqlar, mollaların mərkəzini alacaqlar, ustandarını alacaqlar, fərmandaranı alacaqlar, maliyyat idarəsini alacaqlar, haranı alacaqlar? Bilməyən. Bilməyəndə nə olacaq? Dağılacaq gücü. Dağılanda biz onu rahat əzə bilərik. Binabərin 86-cı səhifəni oxuyuruq. Binabərin به موقع نقشه های دشمن رو کشف کنید. دشمن نقشه‌lerin موقع indi gərək biz bilək düşmən harda nəyi var. خواهید دانست ki, کدام استراتژی مؤثر və کدام استراتژی غیر مؤثر است. Onda ki, düşmənin nəqşələrini bildiniz, onda görəcəksiniz ki, onun hangi işləri müvəffəqdir, hangisi deyil.
Düşmən را təhrik və nigeran کنید. Düşməni təhrik yəni onu qıdıqlayın, türkçə deyək. Onu qıdıqlayın. Türkçə qıdıqlamaq. Onu qıdıqlamaq fəqət güldürmək deyil. O adamı əksüləmələ salırsınız. Qıdıqlamaqda siz balmağınızı buradan eləyirsiniz, görürsünüz. Məsələn, özüm uşaqlığımda çox qıdığım gələrdi, əcib. Uzaqdan dostlar belə eləsəydilər, mən fikirlərim ki, 16 yaşımda çalışdım, bunu tərk eləyəm, 18-də tərk elədim. Bu adət mənim üstümdən getdi. İndi qıdıqlasalar da qıdığımda gəlsə gülmərəm özüm. Əmdidir, bunu özümdən çıxartdım. Qıdıqlamaq budur, siz buradan deyirsiniz, bir iş görürsə orada tərpəşir. Birinə buradan ağzı burnunu tərpədirsən, o orada əsəban olur. Birinə biraz baxırsan, təhrik edirsən. Bunlar hamısı təhrik. Biraz baxırsan təhrik. Birinə göz vurursan təhrik olur. Birinə ağzını əyirsən təhrik olur. Birinə barmaq göstərirsən təhrik olur. Birinə bu nə deməkdir? Onu hər cüründən eləmək olar hər şey. Birinə yaman deyirsən, birinə dil çıxarırsan, birinə belə elirsən, burnu elirsən. Bu bizim Azərbaycanda xüsusən çox olur. Birinə də belə eləsən, o qalxır dava eləməyə. Bunlara deyirlər təhrik. Dövrəni deyir, təhrik və qorxudur. Nigeran eləmək onu qorxutmaqdır. Nigerançılığın türkçəsi qorxu. Qorxudur. Onu qorxudur. Və təhrik-kolliyə təhrikatı verək çeşmir. Amma onun da külli halətdə, nəinki cüz'iyyat, amma bilin ki, onun nəxşələri nədir? Polisin gətirəcək bura, ayrı yerdən ziddi şurişini gətirəcəkdir, sipah paslarını gətirəcək, bu qədər bunun şeyidir, bəllidir. Bəllidir. İndi biz İranın tamam təşkillərini bilirik. Paslarların və İranın tamam təşkillərini bilirik. Yəni o keçən illərdə ki biz hey demişik çıxaq xiyabana çıxmışıq traktorla, ondan, bundan. Nə eləyiblər biz bilirik. Falan şeydə vəziyyətdə bunlar nə eləyiblər? Ən çoxu nə eləyə bilərlər? Sən dostum versin mənə, mən taxımına bunu bərqi qutardım. Üzrə mənim batırım çıxarır. Bir ləhsə mən bu simi taxsam ki görək, bəlkə bu eləyə bilə bizə burada bir fürsət verər ki, proqramı tutaraq. Olmayacaq. Mən elə bunu çıxardım. Bir neçə dəqiqənin içində qutarım. آمادگی و آرایش و ایران معین نمایید و بدین از محل نبرد مطمئن şəkildə. Onun arayışı, biz bilirik ki, sipah pasdaran, yəni yürü intizamı gələndə şəhərə haralarda nə cür durar, nə cür durarlar, nə cür həmlə elərlər, nə ilə gələrlər, nə cür olarlar. Bunları bilirik. دشمن را بیازمایید و از نقاطی که در آنها ضعف است آگاه شوید. Düşməni heç çəkirik xiyabana, biz bu işi görmüşük dostlar. Mən indi bunu deyim. Biz bu işi görmüşük. Düşməni əvvələn tamami taşıyıcısını və təchizatını bilirik. Bilirik ki, hangi silahları götürürlər yanlarıcan, hangi paltarları giyirlər, hangi qalxanları yanlarıcan gətirirlər, hangi maşınlarla gəlirlər, hangi motorlarla gəlirlər, bu nirular harada istifadə edir, hardan çıxır, hara gedir. Bunları biz örgəşmişik. Və bunları örgəşməyimiz, yəni ki, bilirik düşmən nə edəcəkdir. Biz əgər o yolları, o işləri bağlasaq, qutardı getdi. هنگامی که فرمانده لشکریان خود را در اختیار دارد ظریف‌ترین کار این است که شکل و آرایشی را عرضه نکند که به وضوح قابل شناسایی و تعیین باشد. Deyir o zaman ki bizim əlimizdə bir gücümüz vardı, biz gərək elə eləməyək ki, bizim bərnamələrimizin hamısı düşmənə bəlli olsun. Düşmən eləyə bilməsin, rahatca oxusun ki, biz nə qədər adamımız var, nə işlər görəcəyik, şüarlarımız nədir, harada toplanacağıq, nə cür toplanacağıq, nə cür gedəcəyik, nə cür gələcəyik. Ya nə cür adamlarımız tutublar, onların azadlığına çalışacağıq, nə cür onları idarə edəcəyik, onlar nə cür keçinəcəklər. در این حال است که از دست زبردست‌ترین جاسوسان فرار خواهد کرد. Əgər belə eləsəz, onların nə cür də casusu olur olsun. Hey zəh vursunlar, bundan ondan tanışsınlar. Olmayacaq. Çünki bu Azərbaycan hərəkatının tamami rəhbərliyi millət arasında fırlanır. Onun üçün hər kəsi tutublar, görürlər ki, bu hərəkət dayanmadı. و باهوشترین افراد نخواهند توانست علیه و طرحی را درافکنند و حتی ən ağıllılar da eləyə bilməyəcəklər bizim ziddimizə bir nəqşə tökərlər. Çünki bizim nəqşəmizi başlatmayacaqlar. Bizim nəqşəmiz çox qarma-qarışıqdır düşmənin zehnində. بر اساس اشکال و صور آرایش است که من نقشه های جنگی ظفرنمون خود را ترسیم میکنم. deyir ki, mən bu müxtəlif şəkillərlə ki, eləyə bilirəm güclərimi şəkli verəm, eləyə bilirəm nə edəyəm?
Mən əlimdə bunu tutsam neçə dəqiqə ki, həm şarj ola, həm də bu səfəri qutaran üçün ki, təqribən bu fəsl qutarır. Deyir ki, eləyə bilirəm ki, düşmənin tərsim eləyəm ki, nə cür mən adamlarımla gedəcəm və nə cür onları düşməni şikəst verəcəm. Lakin in mətləb be nəzəri mərdum adi nemiyaydı. Amma adi millət bunu başlatmazlar ki, nə oldu, nə cür oldu, çıxdıq yabana gəldik, nə oldu, biz traktor da filan şuarı verdik, nə oldu. Və əgərçə همگان ظواهر را می‌بیند اما هیچ کس در نمی‌یابد که من پیروزی را چگونه ایجاد کردم. Bir hamı zahiri görür, baxanda görür ki, nə olur. Amma hər adam təşxis verə bilməyəcəkdir ki, biz nə cür istirik ki, zəfəri qazanaq. Dedim, bizim çoxlu yollarımız var ki, bunlara گره gedək. بنابراین هنگامی که پیروز شدم از همان تاکتیک برای بار دوم استفاده نمی‌کنم. Həmən taktik ilə ki پیروز olmuşduq, zəfəri qazanmışdıq, düşməni dala tutmuşduq. Həman taktik ilə gəlməyəcəyik meydana yenə də ikinci dəfə, üçüncü dəfə. Bəlkə با توجه به مقتضیات مختلف نحوه عمل خود را بی نهایت تغییر می‌دهیم. Amma vəziyyət özümüzün gücümüzə, düşmənin gücünə, vəziyyətə, ab-havaya baxmaqla, imkanlarımıza baxmaqla hər dəfə bərnaməmizi dəyişəcək və bu ucu bir nəhayət, yəni ucu bucağı yox. Sayısız hesapsız Türkçe. پس سپاه را میتوان دقیقاً با آب مقایسه کرد. لشکری یا ملتی الیه suya bənzədək. مقایسه کرد bənzətmək. همانطور که آب جاری از ارتفاعات میپرهیزد o cür ki su, axar su uza dağlara çıxa bilməz və به جانب زمین پست حرکت میکند و üzə aşağı axar gedər. همانطور نیز سپاه از قدرت اجتناب میکند. O cür də savaşda ordu güclü ordudan uzaq durar və zəif ra mikubət. O zəif yerləri bölər. Bunu mən dəfələrcə demişəm. Ciddi polis şourişləri həmlə elərlər, bir nəfərə tutarlar, vurarlar. Hərə bir nəfərə tutmaz. Çünki fori sınarlar. Onların gücü buradadır ki, bir nəfərin üstünə 10 nəfər düşsün, o birilərin gözün qorxusun. Və همانطور که جریان آب به وسع زمین میسازد o cür ki su ki axır, yerin qumdu ona görə olar, daşlıq da ona görə olar, dərə də ona görə olar, düzlük da ona görə olar, çala da olsa o cürsə olar. Deyir ki onunla özünü tutar. همانطور نیز ارتش برای رسیدن به پیروزی عمل خود را با وضعیت دشمن تطبیق می‌دهد. Biz də gərək piruzluğa, zəfərə getmək üçün, qazanmaq üçün savaşı gərək düşmənin vəzinə baxaq, özümüzü dəyişdirək. Biz düşməni dəyişdirməyəcəyik əslində. Əlbəttə düşməni dəyişdirmək bizim vəzifəmizdir. Amma özümüzü onun vəziyyəti ilə dəyişdirəcəyik ki, nə cür edək onu sındıraq. همانطور که آب شکل ثابت ندارد در جنگ نیز شرایط دائمی وجود ندارد. O cür ki suyun yer üzündə sabit şəkli yoxdur. Dəriyə gəlsə daralar, gen yerə getsə gedərlər, çoxura cürsə ora, hər yerin şəklini özünə alır. Deyirsiniz, savaşda da siz gərək baxasınız, görəsiniz ki, nə vəziyyətdədir düşmən və siz onun əsasında özünüzü dəyişdirəsiniz. در نتیجه کسی که میداند چگونه با تغییر دادن تاکتیک خود بر حسب وضعیت دشمن میتوان به وی پیروز شد شایسته است فردی خارق العاده تلقی شود. Əgər bir nəfər bilir ki, mən düşmənin durumuna görə öz gücümü nə cür eləyim ki, ona qazanım, onu şikəst verim, onu yenim, gücəsi yenmək. Onu yenim. Bu adam xariqüladə bir də adamdır. Buna belə bir ad vermək olar. Ən son sətirimiz qutardı. Deyir ki, heç یک از 5 عامل به طور ثابت بر دیگر عوامل مزیت نداره. O 5 dənə amil ki saymışdı, yerdə, havada, nədir. Bunlar deyir ki, heç birisi o birisinə üstünlüyü yoxdur. Deyənmərək ki, fərmanda çox yer mühüm deyil. Yox, elə hamısı mühümdür. Heç یک از 4 فصل جاودانه نمی باشد. Heç biri 4 dənə fəsl ki vardı ildə, bunların heç birisi daimi deyil. Değişərlər. İstir bunu desin ki, heç taktiği, stratejisi daimi istifadə eləməyin. Hey dəyişdirin. در میان روزها برخی طولانی و برخی کوتاهند. Amma günlərə baxanda bəzi günlər uzundur, bəzi günlər qısadır, amma dəyişir. İstir bunu desin. Sizdə dəyişməz. Mah bala mi ayət, amma be mahaq mi rəvəd. Ay çıxar, amma yenə də batar. Əziz dostlar, bu fəsli qutardıq. 20 saniyəmiz qalır. 7-ci fəsl manor. Güc göstərmək, güc qazanmaq və özgüvən qazanmaq fəslidir. Bizim üçün çox mühümdür. Bu 89-cu səhifədən başlayır. Yarın ömrü olsa buradan başlar oxuruq. Sağ olun, sağ qalın.